Axşamınız xeyir olsun YouTube kanalımın izleyicileri. Dostlar, bugün sizə paket kupçalı 6 otaq 2 mərtəbəli şəxsi tikili həyət evini təqdim edirəm. Ev yoldan 100 metr arası var, magistral yoldan. Evin ünvanını, qiymətini videonun sonunda deyəcəm. Zəhmət olmasa videoya sona qədər baxın. Bütün məlumatları dostlar videonun daxilində sizlərə çatdıracağam. Bütün məlumatları. Sizə ancaq zəng etmək qalacaq. Baxın dostlar, evin həyətində ayaq yolusu var, su bulaq yeri var, sonra mangalnisi var, yəni kababxanası var. Jalüzdü darvazası var, pultla açılıb bağlanan. Qapısı adenidir. Şəxsi tikilidir. Evin dostlar gördüyünüz kimi sol tərəfində də əkin yeri saxlanılıb. Sağ tərəfində də əkin yeri var. Gördüyünüz kimi. Suyudur, qazıdır, işığıdır, daimidir. Kəsilmək söhbəti yoxdur. Evin birinci mərtəbəsi də beton monolitdir. Birinci mərtəbə ilə ikinci mərtəbənin arası beton monolitdir. 5 sot torpağın içində tikilib. Evin də hasarında belə görürsünüz. İşıqları var. Gecə vaxtı avtomatik özü yanır. Bu hasarda da var. Hər iki hasarında, damın özündə də var. Yəni həyət gördüyünüz kimi indi gecə vaxtıdır. Amma işıqlıdır. Evin arxasına keçmək üçün də dostlar, evin sağında da, solunda da yer saxlanılıb. Burada evin bisetkasıdır, yəni söhbətgahıdır. Böyük bisetkası var dostlar. O belə. Kombisi var. Ataplenyalar, yəni gir yaşadı da belə deyək. Xuna mebeli var. Təkcə balkonu uzunluğu bax buradan düz bax bura kimi. Buradan da bax bura kimi. Uzunluğu 5 metrdir. Təkcə balkonun. Evin özü böyük evdir. 200 səhv etmirəmsə 20 kvadratdır. Reşotkaları qoyulub. Evin bax ayda məsəl üçün indi 0.5 atmamışam da, radnoy kamera ilə çəkirəm. Və təkcə evin girişi də nə boydadır, böyükdür. Evin həyətinə ən əsası gördüyünüz kimi pəncərə baxmır. Gələcəkdə torpaq çoxdur da, yəni. Hovuz da eləsəz, yəni baxın, evin həyətinə pəncərə baxmır. Keçək evin içinə dostlar. Keçək evin içinə. Bu evin koridorudur. Dostlar baxın, burada qoşadaşdır, yəni evin ara kəsmələri. Burada isti pol, koridor, mətbəx, hamam, tualet, isti poldur. Baxın, kuxuna mebeli yığılıb, promoy patoloka kimi. Mərmər qranit. Lüstrları yerində. Baxın. Çox gözəl evdir, çox qəşəng evdir dostlar. Keçək zalını da göstərim sizə. Baxın, burada zalıdır. Böyük bir zalı var. Tikilişində bahalı materiallardan istifadə olunub. Sadəcə olaraq pul lazımdır deyənə satılır. Böyük bir hamam tualeti var. Buyurun. Baxın. Asma tavanı böyükdür, baxın. Duş kabininə hər bir şey var. Burada da bir dənə yataq otağıdır. Gördüyünüz kimi. Keçək ikinci mərtəbəni göstərim sizə. Pləkanlar da betondur, mərmər qranitdir.
İkinci mərtəbədir. Burada bir yataq otağı. Burada hamam tuvalet. İkinci mərtəbənin hamam tuvaleti. Burada bir yataq otağıdır. Lüstrları hamısı. Bütün otaqlarda lüstrlar var. Burada da bir yataq otağıdır. Gəlirik bura. Burada da bir yataq otağıdır. Yataq otağının da içində hamam tuvaleti var dostlar. Bakın. Hamam tuvaleti var. Buranı da göstərin. Baxın, ikinci mərtəbədə radiatorlandır. Baxın. Burada balkonu. Balkonuna gəldiniz. Böyük balkonu var. O belə. Dostlar, ev 5 sot torpağın içindədir. 2 mərtəbədir. 6 otaqdır. Sənədi paket kupçadır. Yolla arası 100 metr, 90 metr belə olar. Evin özü 220-230 kvadratdır. Ünvan yerləşir Abşeron rayonu Məhəmmədi qəsəbəsində, Məhəmmədin gözəl yerində. Qiyməti isə 250.000 manatdır dostlar. 250.000 manat. Nağd alıcıya dostlar qiymətdə endirim olunacaq. Videomu bəyənin, kanalıma abunə olmağı unutmayın dostlar. Sağ olun, salamat qalın.